1. Pyotr general Matyushkina Salyanlı Qəbula xanım barədə. Salyan hakiməsi Qəbula xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik yüz verməsin, deyə bildirirdi. Bu faktı Abbasqulu Bakıxanov Gülüstan-ı İrəm əsərində də yazıb. Bu fakt bir daha sübut edir ki, Qəbula xanım sıradan bir qadın deyil, dövrünün siyasi hadisələrinə təsir göstərə biləcək qədər nüfuzlu və güclü şəxsiyyət idi. 1723-cü ilin 16 sentyabrında Peterburqda general Matyushkinlə 1. Pyotr arasında Salyan barədə söhbət olub. Elə həmin il Bakının Rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulanın əri Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəliyini qəbul etdi. Bakı komendatı Knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi sərəncam verildi. Bir neçə gün sonra polkovnik leytenant Zambulatovun süvari batalyonu Salyana daxil oldu və Rus hərbi qüvvələri Körü çayının sahilində Naib Həsən bəyin malikanəsinin qarşısında qərargah qurdular. Həsən bəy polkovnik leytenant Zambulatovla Rusiya təbəliyini qəbul etmiş müsəlman naib kimi davranırdı. Bir gün Zambulatov hərbi heyətin 8 nəfər yüksək çinli zabiti ilə Həsən bəyin malikanəsində ziyafətə qatıldı. Ziyafət zamanı otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla Salyandakı bütün Rus zabitləri qətlə yetirildi. Kürün mənsəbinə nəzarət edən kapitan leytenant Saymanovun səyahətnaməsinə istinad edən Millerə görə bu qanlı hadisənin arxasında Naib Həsən bəy deyil, onun xanımı Qəbula xanım dayanırdı. 1869-cu ildə Peterburqda nəşr olunmuş Butkovun kitabında bu qanlı hadisənin geniş təfsilatı yazılıb. Hadisə Abbasqulu Bakıxanovun Gülüstan-ı İrəm əsərində də işıqlandırılıb. Bakıxanov da görünür Saymanovun xatırlanan qeydlərindən qaynaqlanaraq Qəbula xanımın tarixi obrazını daha qabarıq təqdim edib. Zambulatov öz batalyonu ilə gedib Kür çayı sahilində o yerin hakiməsi Salyan Sultan Həsən bəyin hərəmi Qəbula xanımın sarayı qarşısında ordugah qurdu. Qəbula xanım dostluq və ixlas göstərib bir gün Zambulatovu bütün zabitlərlə bir yerdə qonaq çağırdı. Xörək yeyildiyi zaman otağa adamlar girib onların hamısını öldürdülər. Hadisənin gerçək üzünü və mahiyyətini Sara Aşurbəyli Bakı şəhərinin tarixi əsərində bildirirdi ki, 50 ildən sonra Rus hərbiçilərinə bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması ilə izah edilə bilər. Əvvəlcə 1667-1668-ci illərdə Salyanı gəzib dolaşan Övliya Çələbinin səyahətnaməsindən bir məqamı xatırlatmaq istəyirəm. Çələbi yazırdı. Bəzən Moskva qazağı kənarı sazlı gəmilərlə Kür nəhrinə girib Əcəm şəhərlərini yağma və qarət edirdilər. Aldıqları əsirləri Gilan bazarına aparıb satarlar. Tarixdən isə bəllidir ki, şəhərləri yağma və qarət edən, oğurladığı adamları Gilan bazarına aparıb satan Moskva qazaqlarının başında Stepan Razin dayanırdı. 1667-ci ildə Salyana basqın edərək yerli xanın qızını da əsir götürən Razin bu gözəl və əsilzadə qızı Gilan bazarına aparmamış, onu öz yanında saxlamışdı. Bunu dediyim kimi kənarı sazlı gəmidəkilərdən biri, Razin tərəfindən əsir götürülmüş Holland əsilli İsveç səfiri, hadisənin şahidi Ludwig Fabricius yazıb. Ludwig Fabricius təxminən 1670-ci ildə şahidi olduğu bir hadisəni belə nəql edir. Stepan Razin əvvəlcə gözəl və əsilzadə tatar qızını qeyri-adi şəkildə qurban verdi. Onu bir il əvvəl əsir almışdı. Qəfil, sübh tezdən geri çəkilmək ərəfəsində o yataqdan qalxdı. Yazıq qızcığaza ən gözəl libaslarını geyindirdi və dedi ki, ötən gecə Ural çayının tabi olduğu su tanrısı İvan Qarinoviç zühur edərək ona tənə vurmuşdur ki, Stenka artıq 3 ildir ki uğurlar qazanır. İvan Qarinoviçin köməkliyi ilə xeyli var dövlət toplayıb, amma öz vədlərini yerinə yetirmir. Axı o, ilk dəfə Ural çayına səcdə edərkən Qarinoviçə vəd etmişdi ki, əgər sənin köməyinlə uğur qazansam, əldə etdiyim ən yaxşı şeylərdən sənə də verəcəyəm. Bundan sonra bədbəxt qadını götürdü. Bu sözləri deyib onu çaya atdı. Ey qoruyucum, bunu qəbul et. Mənim sənə iltifat etməyə, yaxud qurban verməyə bu gözəl qadından başqa yaxşı heç nəyim yoxdur. Salyan naibi Həsən bəyin xanımı Qəbula xanımla 1. Pyotr arasında gizli aşkar şəkildə təzahür edən qan düşmənçiliyi Ural çayında Razinin İvan Qarinoviçə qurban verdiyi əsilzadə və gözəl Salyanlı qızın, Salyan xanının nakan balasının qisası Qəbula xanım tərəfindən 50 ildən sonra alındı və bu hadisə o dövrdə Rusiyanın təməlindən silkələdi.
1-ci Pyotr isə general-leytenant Matyushkinə göndərdiyi məktubda erməniləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Salyanda yerləşdirməyi tapşırmışdı. Çar yerli əhalini qovaraq, sıxışdıraraq buraları erməni yurduna çevirmək niyyətində idi. Həm də onlara Bakıda və Salyanda, Gilanda və Dərbənddə hər cür qayğı göstərilməsi barədə fərman vermişdi. Qəbula xanım həm də bütün bunların reallaşmasının qarşısını almışdı.